Hər vaxtınız xeyir olsun. Gəlin belə bir modul tənliyin. Aralıqlara bölmədən sadə bir ələnə baxaq. Aydındır ki, modul məsafə deməkdir. Modulda x-5 x-in 5-dən olan məsafəsi, x-7 isə x-in -7 ilə arasındakı məsafəsi deməkdir. Deməli, ədəd oxu çəksən, -7 və 5-i qeyd edirəm. Tutaq ki, bu x bunlardan sağda yerləşir. X-in 5-dən məsafədir. X-in -7-dən məsafəsi isə bu məsafədir. Bunların cəmi nəyə bərabərdir? 16. -7 ilə 5 arasındakı məsafə aydındır ki, bura bir 12-dir. X ilə 5 arasındakı məsafə bir k deyirəm. Onda belə yaza bilərik ki, bu məsafələrin cəmi, yəni 12 plus k plus yenə k bərabərdir 16-ya. Buradan 2k bərabərdir 4-ə, k bərabərdir 2-yə. Deməli, k 2-dir. Bu ikisi arasındakı məsafə 2-dirsə, deməli, bu 5-dir. 2 vahid məsafədə yerləşən x-ə düşəcək, x bərabər olacaq 7. Biri 7 olacaq. Ola bilər ki, x -7 və 5-dən solda yerləşər. Solda yerləşsə x-i burada yerləşdirirəm. Deməli, x-in 5-dən məsafəsi olacaq bu məsafə. X-in -7-dən məsafəsi isə olacaq bu məsafə. Aydındır ki, bura yenə 12-dir. Bura bir k desək. Onda yenə belə yaza bilərik ki, onsuz da bura yenə 2 olacaq. K 2 tapmışıq, yenə 2 olacaq. Amma yenə yazaq. Yaza bilərəm k plus 12 plus k bərabərdir yenə 16-ya. Buradan k-nı 2 tapdıq. K 2-dir. Deməli, bura olacaq 2. -7 ilə x arasındakı məsafə 2-dirsə, burada olacaq -9. X olacaq -9. Belə.